Değerli şagirdlər, hər vaxtınız xeyir. Elmədin Tağıyevin 5-9 siniflərə aid testindən funksiya və qrafiklər mövzusundan ikinci hissəni paylaşıram. Əvvəl 19-a qədər paylaşmışdım, indi 20-dən başlayaq. Birincidə deyir, verilmiş funksiyalarda k nəyə bərabərdir? Ümumiyyətlə, y bərabərdir kx plus b şəklində verilən ifadə xətti funksiya adlanır. Və burada k düz xəttin bucaq əmsalıdır. Bucaq əmsalı. Yəni, bu ifadədə, birinci ifadədə fikir versəniz, y bərabər mənfi 13/4. Artıq x-in əmsalı nədir? K. Bizdən k-nı soruşur axı. O zaman birincidəki k nəyə bərabər olacaq? Birincidə y bərabərdir mənfi 13/4x. X-in əmsalı. Deməli, burada k bərabərdir mənfi 13/4. Sonra ikincidə y bərabərdir 15/4x plus 7. Bizə k lazımdır. K da x-in əmsalıdır. K bərabərdir 15/4. Və həmçinin bu k düz xəttin bucaq əmsalıdır. Elə burada bucaq əmsalı da 15/4-dür. Sonra üçüncüdə y bərabərdir mənfi x. Burada k nəyə bərabərdir? Mənfi 1-ə. Sonra dördüncüdə y bərabərdir 2x plus 4. Burada k nəyə bərabərdir? 2-yə. Beşincidə y bərabərdir mənfi 2,5x. Burada k nəyə bərabərdir? Mənfi 2,5. Altıncıda y bərabərdir x. Burada k nəyə bərabərdir? 1-ə. Yedincidə y bərabərdir mənfi 2,1x. K-nın əmsalı neçədir? Mənfi 2,1. 8-cidə y bərabərdir mənfi 6x minus 8. K-nın əmsalı neçədir? Mənfi 6. Bu belə. Sonra keçək digər suala. 21. 21-də deyir, aşağıdakı funksiyaların qrafikini qurun. Y birincidə y bərabərdir 7,2x. Descartes koordinat sistemini quraq. X, y. Baxın, y bərabərdir 7,2x. Bu təxmini, baxın, belə bir funksiya olmalıdır. Y bərabərdir 7,2x. Əgər x olmasaydı, tək versəydi y bərabərdir 7,2. Deməli, 7,2 təqribi buranı götürək. Bu ifadənin artıq funksiyası, deməli, qrafik, baxın, belə bir düz xətt olacaqdır. Bu belə. Sonra ikincidə nə deyir? Y bərabərdir mənfi 3x. Mənfi 3x. Artıq mənfi olduğu üçün ikinci, dördüncü növdən keçəcək. Baxın, belə bir funksiya olacaq təxmini. Bu da y bərabərdir mənfi 3x. Sonra üçüncüdə y bərabərdir mənfi 8/7x. Yenə mənfi olduğundan, deməli, mənfi olduğundan. Bu da belə bir qrafik olacaq. Bu da olacaq. Y bərabərdir mənfi 8/7x. Sonra dördüncü. Y bərabərdir mənfi 2,2x. Mənfi 2,2x. Yenə mənfi olduğu üçün təxmini, baxın, belə bir qrafik olacaq. Y bərabərdir mənfi 2,2x. Növbətidə, beşincidə y bərabərdir 0,2 dövrdə 5x. Bu isə müsbət
Yəni birinci və üçüncü rübdən keçəcək. Təxmini baxın belə bir funksiyanın qrafiki y bərabərdir. 0,2 4-ə 5 x. Sonra y bərabərdir x böl 6. X böl 6. Baxın bu x böl 6'nın qrafiki. Bu formada bir qrafik olacaq. Y bərabərdir x bölünsün 6. Sonra 7-ci y bərabərdir mənfi 7x. Baxın, bu tipli bir ifadədir. Görürsünüzmü? Və bunun da qrafiki deməli mənfisini yazmışıq. Y bərabərdir mənfi 3x. Bu da elə ona uyğun qaydada baxın. Biraz daha da y-ə yaxın olacaq. Bu da olacaq. Y bərabərdir mənfi 7x. Sonra 8-ci 8-ci də verilib ki 12x böl 5. Yəni təbii ki y bərabərdir 12x bölünsün 5. Bu da müsbət istiqamətə baxın. Belə bir funksiya olacaq. Belə bir funksiyanın qrafiki olacaq. Y bərabərdir 12x bölünsün 5. Belə bir qrafiklər olacaq. Sonra baxaq deməli 22-ci suala. Demək olar eyni bu qaydada ifadədir. Sadəcə biz artıq bunun rüblərinə baxmalıyıq. Bax bu ifadələrin rüblərinə baxacağıq. 22-də. Deyir ki y bərabərdir 4,5x. Baxın, dedik hansı rübdən keçəcək? Müsbətdir. Təxmini belə bir qrafik y bərabərdir 4,5x. Neçənci rübdən keçir? Birinci rüb, ikinci rüb, üçüncü rüb, dördüncü rüb. Qarşısına yazmalısan 1 və 3. Vəssalam. Sonra ikincidən y bərabərdir mənfi 6x. Belə bir qrafik olacaq. Y bərabərdir mənfi 6x. Nə yazmalıyıq buna da? İkinci və dördüncü rüb. Sonra altda 1x müsbətdir. Deməli birinci və üçüncü rüb mənfidir. İkinci, dördüncü rüb, ikinci, dördüncü rüb, birinci, üçüncü rüb, birinci, üçüncü rüb, birinci, üçüncü rüb. Bu elə y bərabərdir 4,5x deməkdir da. Bax bu 8-ci y bərabərdir 4,5x deməkdir. Bax o. Bu da elə dedik təxmini. Baxın belə bir qrafik olacaq. Y bərabərdir 4,5x. Bu da olacaq birinci və dördüncü rüb. Sonra gələk baxaq deməli 23-ə. Ümumiyyətlə burada verilmiş funksiyalar absis oxuna hansı bucaq altında meyil edər? Yəni OX oxuna hansı bucaq altında deyir meyil edər? Xətti funksiya üçün biz nələri bilirik? Y bərabərdir kx plus b. Sonra düz mütənasiblik y bərabərdir kx. Düz mütənasib. Deyir ki, funksiyalar absis oxuna hansı bucaq altında meyil edər? Baxın, şərti olaraq belə yazmalıyıq ki, əgər, qayda olaraq qeyd edeyim, əgər k böyükdürsə 0, k böyükdürsə 0 olarsa, düz xət OX oxunun müsbət istiqaməti ilə iti bucaq əmələ gətirəcək. Əgər k böyükdə 0 olsa, düz xət OX oxunun müsbət istiqaməti ilə iti bucaq əmələ gətirəcək. İti bucaq əmələ gətirəcək. Yox.
Əgər k kiçikdir 0 olsa, yenə düz xətt OX oxunun müsbət istiqaməti ilə kör bucaq əmələ gətirəcək. Kör bucaq əmələ gətirəcək. Əgər k sıfırdırsa, yəni k sıfıra bərabərdirsə, bu zaman düz xətt OX oxuna paraleldir və ya üst-üstə düşür. Belə də qeyd edə bilərik. OX oxuna nədir? Paraleldir. Paraleldir. Və ya üst-üstə düşür. Üst-üstə düşür. Düşür. Bu da həm nə deməkdir? Yəni burada artıq meyl bucağı sıfırdır. 3 şərti qeyd edərsiniz. Üçüncüdür, ikincidir, birincidir. Bunlar belə. Gələk birinci tapşırığa. Birinci tapşırıqda. Deməli deyir ki, y bərabərdir 0,1 x. Əla. Burada k nədir uşaqlar? K 1/10-dir. Düzdürmü? Müsbətdir k burada. Bəli. K müsbətdirsə iti bucaq. Qaydada nə yazdıq? K böyükdür 0 olanda iti bucaq. K kiçikdir 0 olanda kör bucaq. Əgər 0 olsa, k 0 olsa, meyl bucağı 0 olacaq. Birinci getdi. İkincidə nə deyir? İkincidə y bərabərdir -8/1 x. Bəli, k burada nədir? -8/1-dir. Yəni k nədir? Kiçikdir 0. K kiçikdir 0 olduğu üçün kör bucaq. Kör bucaq. Üçüncü, y bərabərdir 0. Hə, bizə lazım olan bax. Yəni 0 hər birinə aid tapaq da. Birinci müsbət oldu, iti bucağı tapdıq. İkinci kiçik oldu, kör bucağı tapdıq. Üçüncüdə də 0-dır. K burada nədir? 0-dır. Deməli, k 0-dırsa, düz xətt apsis oxunun elə özüdür. Düzdürmü? Düz xətt ilə apsis sözün özü olacaq. Yəni meyl bucağı 0. Üçüncüdə bu 0-dır. Dördüncü, biz hamısını təyin edirik burada. Hər birini təyin edirik. Hansı bucaq altında deyil, meyl edər. Dördüncüdə y bərabərdir -25x. K burada nədir? -25-dir. Yəni k burada 0-dan kiçikdir. K kiçikdir 0 oldusa kör bucaq. Kör bucaq. Beşincidə y bərabərdir 7,2x. Aha, k burada nədir? Böyükdür 0. O zaman bu olacaq iti bucaq altında meyl edəcək. İti bucaq. Belə. Bir də əlavə bir qeyd kimi yazın buradan. Siz də götürün. Belə yazaq da qeydi. Ümumiyyətcə dedik bucaq əmsalı nə idi? Bucaq əmsalı k. K-nı da necə hesablayırıq? K bərabərdir tangens alfa. İndi diqqət etməli məqam nədir? Buradan biz görürük ki, k müsbət oldusa, tangens birinci rübdə. Tangens birinci rübdə. İti bucaq əmələ gətirəcək. Yox, tangens mənfi olduqda isə, tangens ikinci rübdə, kör bucaq. Kör bucaqda yerləşəcək. Kör bucaq əmələ gətirəcək. Baxaq sonra 24-də. 24-də deyir ki, düz mütənasiblik əmsalı üçün k-nın işarəsini təyin edin. Düz mütənasiblik əmsalı nə idi? Y bərabərdir kx. Baxın, qayda olaraq yaza bilərik ki, əgər k müsbətdir, yəni k böyükdür 0 və qrafik birinci, üçüncü rüblərdən keçməlidir. K böyüksə 0, 1 və üçüncü rüb. 1 və üçüncü rüb. K kiçikdir 0. Qrafik olacaq 2 və 4-cü rüb. 2 və 4-cü rübdən keçəcək. Baxın, birinci
bu birinci. Birincidir da. Hə, bu birinci. Baxın, neçənci rübdən keçir bu? Birinci və üçüncü rübdən keçir. Deməli, birincidə K nədir? Birincidə K böyükdür 0. Birincidə K böyükdür 0. Baxın, ikinci düz xət hardan keçir? Birinci, üçüncü rübdən. Deməli, burada da K nədir? Böyükdür 0. Sonra baxıram, üçüncü. Aha, üçüncüyə baxın. 2 və 4-dən keçir. Demişik, 2 və 4-dən keçsə nədir? K kiçikdir 0. Ən nəhayət dördüncü. Hardan keçir? 2 və 4-dən. K kiçikdir 0. Deməli, belə bir qeyd aldıq. 1 və 2 K böyükdür 0. Baxın bunlarda. 1 və 2-də nədir? 1, 2. K müsbətdir. 2 və 4-də 2 yox, 3 və 4-də, yəni bu və bu. 3 və 4. İkinci, dördüncü rübdən keçdiyi üçün K kiçikdir 0 olacaq. Sonra bu belə. Baxaq 25-ə. Ümumiyyətlə uşaqlar, burada 25-də xətti funksiyası K-nı və B-ni işarəsini müəyyən et. 25 xətti funksiya Kx plus B. Burada nəyə diqqət edək? İki əsas ifadəni yazaq. K dedik ki, nədir? Bucaq əmsalı. Bucaq əmsalı. Bucaq əmsalı. Əgər belə yazaq da, əgər misal belə deyək, funksiya artandırsa, x artdıqda y də artır. Əgər funksiya, biraz nəzəri yazaq, əgər funksiya artandırsa, artan, əgər funksiya artandırsa, x artsa, y də artır. Yox, əgər azalan olsa, yəni bu artana aiddir. Artanda nədir? K böyükdür 0. Azalandan danışaq. Yox, əgər funksiya azalandırsa, yəni K kiçikdir 0-dırsa, elə K kiçikdir 0 olur da. Hə, K kiçikdir 0. Bəs B nədir? B. B uşaqlar sərbəst həddir. Sərbəst hədd. B sərbəst həddir. Yəni qrafikin OY oxunu kəsdiyi nöqtədir. OY oxunu kəsdiyi nöqtədir. OY oxunu kəsdiyi nöqtədir. Yəni əgər oxu müsbət tərəfdə kəsirsə, B müsbət olacaq. Mənfi tərəfdə kəsirsə, B mənfi olacaq. Yəni Y-in müsbət olduğu yeri bilirsiniz də. Y-in müsbət olduğu yer, Y-in müsbət olduğu yer, Y-in müsbət olduğu yer və Y-in mənfi olduğu yer. Y-in mənfi olduğu yer. Baxın, burada B-yə görürsünüz, Y harda kəsir? Aşağıda. Y mənfi yerdə kəsir, bax burada. Amma B burada Y müsbətdə kəsir. Y müsbətdə kəsir. Y müsbətdə kəsir. Y oxun kəsdiyi nöqtəyə biz deyirik nədir? B-dir. Yəni, oxu müsbət tərəfdə kəssə, B böyükdür 0. Oxu mənfi tərəfdə kəssə, B kiçikdir 0. Yəni, belə yazaq da bunu. X oxu deyil bu. X-dan yuxarı kəsirsə, X oxundan yuxarı. Belə göstərim də. Əgər burada kəsirsə, B böyükdür 0. Yox, əgər burada kəsirsə, B kiçikdir 0. Deyə bilərik. Bu belə. Gələk misallara baxaq. Birincidə nədir? Qrafik burada harada gedir? Baxın, aşağıdan geçir də, düzdür. Yəni, bunun göstərişləri belə deyək də, kitab dilindən desək, belə, bax, belə verilib.
ox istiqamətinə baxaq. Bu da aşağı düşür, bax. Bu da aşağı. Belə baxaq. Birincidə funksiya artır. Düzdür? Sağ yuxarı gedir. O y oxunu da başlanğıcdan yuxarıda kəsir. O zaman birincidə k-da böyükdür 0. B də harda kəsir? Müsbət istiqamətə. B də böyükdür 0 olacaq. 2-də yenə funksiya artır. Yenə funksiya artır. Düzdürmü? Funksiya artırsa k böyükdür 0. K böyükdür 0. Hə, bəs y harda kəsir uşaqlar? Qarışdırmayın. Ha, deyirsiniz burada da kəsir axı müəllim. Biz nə dedik? Dedik o y-i kəssin. X-i yox. Görsən harda y-i kəsir? Bax, aşağıda kəsir. B kiçikdir 0. Buna diqqətli olun. Bu funksiya azalır. K kiçikdir 0. Hə, B harda y kəsir? Bax, burada kəsir. Görsən, demişik ya y kəsməlidir. B nədir? B böyükdür 0. Burada yenə azalır. K kiçikdir 0. B-ni harda kəsir? B, y harda kəsir? Aşağıda. B kiçikdir 0. Sonra bunlarda bu da baxın artır, azalır. K böyükdür 0. B harda kəsir? Burada. B mənfidir. Burada K kiçikdir 0. B harda kəsir? Müsbətdir. B böyükdür 0 olacaq. Ümid edirəm ki, başa düşə bilirsiniz. Sonra gələk deməli 26-ya. Bu biraz rahatdır. Burada çətin bir şey yoxdur. Uşaqlar yadınızdan çıxartmayın da funksiya deyildikdə, y, nə bilim f(x), h(x), j(x) yadınızda saxlayın. Argumentdən söhbət gedirsə, argument nədir? X. İki ifadəyə diqqət edin. Görürsünüz, deyir ki, bu funksiya verilib. Argumentin bu qiymətlərində deyir uyğun qrafikin qiyməti, uyğun funksiyanın qiymətini tapın. Funksiyası verir, argumentin bu bərabər qiymətli uyğun funksiyanın qiymətini tapın. Hər birində, baxın bu ifadədə 26 y bərabərdir 3x plus 5-i verib. Bizə də deyir argumentin bu qiymətlərində. Yəni bunların hər biri nədir? X bərabərdir -6, x bərabərdir -1/5, x bərabərdir 0. Hər birində yerinə qoy. Birində x bərabərdir -6. Gətirib yerinə yazırım. Y bərabərdir 3 vur -6 plus 5. Y bərabərdir -18 plus 5. Y bərabərdir -13. Biz nəyi tapdıq? Funksiyanın qiymətini. Y-də funksiyanı bildirir. Sonra funksiyanın qiymətini. İkincidə nə deyir yerinə yaz? -1/5-i yaz yerinə. Y nəyə bərabər olacaq? 3-ü vuracağım -1/5-ə. Üstünə gələcəm 5-i. Y bərabərdir -4/5 plus 5. Burada y nəyə bərabərdir? Müsbət 0/5-ə. Sonra yerinə 0 yazıram. Y bərabərdir 3x plus 5 və bizdən argument deyir x bərabərdir 0. Y bərabərdir 3 vur 0 plus 5. Yəni funksiyanın qiyməti olur 5. Bu qaydada yaza bilərsiniz. 27-də eyni qaydadır uşaqlar. 27-də də yəni y bərabərdir 5x. Y bərabərdir 5x. Funksiyası verib argumentin bu qiymətlərində deyir uyğun funksiyanın qiymətini tapın. Misal 0/1, -7. Bunlar hamısı x-in qiymətidir. Y bərabərdir 0 deməli 5 vurulsun 0/1. Yəni x-i 0/1 götürürsən. Burada da y nəyə bərabər olacaq? 0/5. Yəni vuranda elə bil ki 5-i vurursan 10/1-ə da. 10/1 demək deyil. İxtisar aparsan qalır 2/1. Bu da 0/5-dir. Sonra gələk deməli 28-ə. Funksiyalardan hansı deyir üst-üstə düşür? Üst-üstə düşür. Ümumiyyətlə belə qeyd yazaq. 2 dənə 2
xətti funksiyanın iki xətti funksiyanın üst-üstə düşməsi üçün, yəni misal üçün y bərabərdir k1x plus b1, y2 bərabər, demək y olsun belə, k2x plus b2. Baxın, iki xətti funksiyanın üst-üstə düşməsi üçün həm k'lar bir-birinə bərabər olmalıdır. K1 bərabər olmalıdır k2-yə. Həm də b'lər bərabər olmalıdır bir-birinə. Bu qayda ilə yaxınlaşmalıyıq. Baxmalıyıq ifadəyə. Bax, birincidə görürsən, y bərabərdir x plus 5. Y bərabərdir x minus 5. İndi mənə deyin görüm. X-in burada misal demişdik k-dır da, düzdür? Hər birində 1 dayanır. Yaxşı, k-lar bərabər oldu. Çünki k hər birində 1-dir. Düzdür? Bəli. Bəs b nədir? Çünki xətti funksiya y bərabərdir kx plus b deyil. B-nin yerində 5 ilə mənfi 5 dayanıb. B-nin biri 5'dir, B-nin biri mənfi 5'dir. Bunlar bir-birinə bərabər deyil. O zaman birinci səhvdir. Birinci doğru deyil. Sonra ikincidə y bərabərdir 2x plus 3, y bərabərdir 2x plus 3. Burada üst-üstə düşür da. Elə deyil. K nədir? K 2-dir hər birində. B də nədir? 3-dür. Vəssalam da, hamısı bir-birinə bərabərdir da. Bu doğrudur. Sonra üçüncüdə K mənfi 7-dir. Birində də müsbət 7-dir. Doğru deyil. Mənfi 3, mənfi 3, 4 doğrudur. Doğru olanları seçəcəm burada. 2 doğrudur, 4 doğrudur. 5. 2x plus 10, 2x plus 10. Bax, bu da doğrudur. Niyə? K 2-dir, bəli. Bunu da vurub açanda 2x plus 10 eləmir. Bu açılış bizə y bərabərdir 2x plus 10 verir axı, düzdür? B-lər də bərabər, K-lar da bərabər. Deməli, bu da doğrudur. Burada, xeyr, ümumiyyətlə səhvdir, 6. Bax, B-lər tamamilə fərqli rəqəmlərdir. Birində 5-dir, birində mənfi 7-dir. Səhvdir, 6. 7. Bəli, doğrudur. Baxın, bunun açılışı bizə nə verir? 3x plus 12 verir. Eyni ilə buna bərabərdir. 7 doğrudur. 6 dedik, səhvdir. 8 səhvdir. K-nın biri müsbət 2,5-dir, biri mənfi 2,5-dir. Səhvdir. Deməli, doğru olanlar 2, 4, 5, 7. 2, 4, 5, 7. Belə. Sonra 29 uşaqlar. 29-da nə deyir? Hansı funksiyalar paraleldir? Yazırsınız paralellik şərti. Zəhmət olmasa siz də abunə olub videonu bəyənməyi unutmayın. Bəyənməsəniz də olar. Heç olmasa abunə olun. 1000 nəfər eləyəndən sonra, 1K olandan sonra YouTube üzərindən canlı, sizlər üçün canlı açmaq yaxşı olar, elə bilirəm ki. Faydalı olar inşallah. Paralellik şərti. Baxın, paralellik şərtində bucaq əmsalı bərabər olmalıdır. Bərabər olmalıdır. Bərabər olmalıdır. Yəni K1 bərabərdir K2-yə. Lakin sərbəst hədd, yəni hansılar B1 ilə B2 nə olmalıdır? Fərqli olmalıdır. Burada paralellik ödənəcək bu zaman. Gələk baxaq 29-a. Qaydaya əsasən. Bax, birinci funksiyada nədir? Y bərabərdir 2x plus 7. Digərində də y bərabərdir 2x minus 8. Baxın, bu tamamilə dediyimizi ödəyir da. Düzdür? Çünki 2x plus 7, 2x minus 8. Baxın, K1, K2 bir-birinə bərabərdirmi? Bəli. B-lər də bir-birindən fərqlidirmi? Bəli. Deməli, bir doğrudur. Sonra digərində y bərabərdir mənfi 2,5 x plus 3 y
Deməli, yəqin ki, burada çapda səhv gedib. Bu y bərabərdir yəqin ki o. Y bərabərdir 2,5 x plus 7. Bu tamamilə səhvdir. Nə k-lar bərabərdir burada, nə b-lər. 2 olmaz, səhvdir. Üçüncü. Üçüncüdə 6x, 5x, 4, 4. Bu tərsinə verib. B-ləri bərabər verib, k-ları fərqli verib. 3 olmaz. Hə, bax 4 olar. 4 olar. Çünki y bərabərdir 2-də 1x plus 0. B 0-dır da, yoxdur burada B. Digər y bərabərdir 2-də 1x plus 4. İndi fikir verin, k nədir burada? Hər biri 2-də 1-dir da, elə deyil. K-lar bir-birinə bərabər oldu. Amma B-lər nədir? B-nin biri 0-dır, B-nin biri 4-dür. Deməli, doğrudur da şərti ödəyir. K-lar bərabər olur, B-lər fərqli olur. Bu şərti ödədi. 4 doğrudur. Sonra 5 səhvdir. Biri mənfi 3,2-dir, biri 6,2-dir, olmaz. 7 səhvdir. Biri müsbət K. K-nın qiyməti biri müsbət 5-dir, biri mənfi 5-dir, olmaz. Bunlar səhvdir. Deməli, hə, bax 6 olar. 6 doğrudur. Çünki y bərabərdir 5, y bərabərdir 3. Bunlar hər ikisi OX oxuna paralel düz xətlərdir da. Düzdür? Y bərabərdir 3 hansı xəttdir? Y 3 nöqtə. Y bərabərdir 3 xətdir. Bu da y bərabərdir 5 xətdir. Fikir versən, OX oxuna paraleldir. OX oxuna paralel düz xəttdir elə bu. Deməli, doğrudur. Həm də funksiyada baxsaq, y bərabərdir 5. Fikir versən, burada kx yoxdur. Hər ikisində k-lar 0-dır. B-lər də nədir? B-nin biri 5-dir, B-nin biri 3-dür. Tamamilə şərti ödəyir. K-lar bir-birinə bərabər olur, B-lər bir-birindən fərqli olur. Şərti ödədi. Deməli, biri də hansıdır? Hanı o sual? Hə, 6. Biri də 6-dır. 8 bəs? Bəli, 8 də doğrudur. Eyni bu qayda ilə baxsaq, baxın, y bərabərdir 0,1. Baxın, bu xətt y bərabərdir 0,1. Y bərabərdir mənfi 5,2. Y bərabərdir mənfi 5,2. Mənfi 5,2. Bu da y bərabərdir mənfi 5,2. Yenə də bu nədir? O x oxuna paralel düz xətlərdir. Həm də burada k-lar 0-dır. K-lar 0-dır. B-lər də bir-birindən fərqlidir. Şərtimizi ödəyir, bəli. Şərti ödədi bu. K-lar bir-birinə bərabər oldu, B-lər fərqli oldu. Bunlar hamısı maraqlı, lazımlı mövzulardır. Uşaqlar, bunlara diqqət eləyin. Yəni, bu Elməddin Tağıyevin kitabı çox faydalı bir kitabdır, həqiqətən. Paralellik dedik, üst-üstə düşəni yazdıq. Hə, gələk kəsişməyə, 30-a baxaq. Baxırıq 30-da. 30-da deyir ki, verilmiş funksiyalardan hansı kəsişəndir? Yazırsan, kəsişmə şərti. Kəsişmə şərtində bucaq əmsalları fərqli olmalıdır. Vəssalam. Bucaq əmsalları hansı idi? Bucaq əmsalı. Bucaq əmsalı, yəni k-lar. K1 fərqli olmalıdır k2-dən. Vəssalam. Baxaq, birincidə. Bax, fikir versəniz, k burada 3-dür. K burada 3-dür, burada da 3-dür. Nə oldu? Bunlar 3 bir-birinə bərabər oldu axı. Biz demişik fərqli olsun. 1 olmaz. 2-də, aha, bəli. Mənfi 3, müsbət 2. Bir-birindən fərqlənirmi? Bəli, 3-ü götürürəm. Qaydanı belə dedik. Y bərabərdir mənfi 3x plus 4 biridir. Y bərabərdir 2x plus 4 biridir. Nə dedik? Kəsişmə şərtində k-lar. Burada k mənfi 3-dür. Burada k müsbət 2-dir. Həqiqətən bunlar bir-birindən nədir? K1 fərqli olur k2-dən. Şərtimizi tamamilə ödəyir. 3-ü götürürəm. 5-də tamamilə doğrudur. Burada k mənfi 3-də 1-dir, bucaq əmsalı. Burada k mənfi 2-də 1-dir, bucaq əmsalı. Burada olmaz, bax, k-lar nədir? Bir-birinə bərabərdir. Burada. 6-da. 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 6-da.
doğrudur. Biri k mənfi 2-dir, k mənfi 3-dür. X-in əmsalı k-dır. Deməli, 2-ni götürürəm. Sonra bura olmaz. Burada k-lar 0-dır ikisində də. K yoxdur axı. 0-dır. Hər birində bərabər olmaz. Sonra baxın bu doğrudur. 6 doğrudur. Sonra 8 olmaz. K mənfi 6, mənfi 6 olmaz. Deməli ödəyənlər 2, 3, 5, 6. 2, 3, 5, 6. Hə, bu belə. Sonra gələk 31-ə. Bunlar uşaqlarla dəfələrlə işləmişik. Yəni yenə də videolarımda da paylaşmışam. Bu shorts videolarını əsasən çox baxın. Shorts videolarında çox şey ətraflı orada deyirəm. 31-də deyir OX oxu ilə kəsişmə. OX oxu ilə kəsişməni deyir uşaqlar. OX oxu ilə söhbət gedirsə, OX oxu ilə kəsişmə. OX oxu ilə kəsişmədən söhbət gedirsə, Y bərabərdir 0. Yox desə, OY oxu ilə kəsişmə. X bərabərdir 0. Buradan yola çıxsaq, birincidə nədir? Y bərabərdir 3x plus 4. OY oxu ilə kəsişmə deyirmi? OX oxu ilə kəsişmə deyirmi? Buna baxıram. OX deyirsə, Y-ə 0 verirəm. Yəni, Y-lərə 0 verəcəyik. Baxın, bu 31-də Y-lərə 0 verib həll eləyirsən. Vəssalam. Yəni, 0 bərabərdir 3x plus 4. 3x plus 4 0-a bərabər imiş. 3x bərabər imiş mənfi 4-ə. X bərabər imiş mənfi 3-də 4. İkincidə, yəni elə bilirəm ki, artıq bunu tamamilə özünüz sərbəst yazarsınız. İkincidə Y bərabərdir mənfi 2x plus 6. Y-ə 0 deyirik. Yenə Y-ə 0 deyirik. 0 bərabərdir mənfi 2x plus 6. Yəni, mənfi 2x plus 6 0-a bərabər imiş. Mənfi 2x bərabər imiş 6 digər tərəfə keçir mənfi 6. X bərabər imiş müsbət 3-ə. Yəni, bu qayda ilə uşaqlar yazarsınız. 3-ə də baxaq neynək? 3-də deməli Y bərabərdir 3x. Y-ə dedi 0 verməliyik. 0 bərabərdir 3x. 3x 0-a bərabər imiş. X da 0 imiş. Bu qayda ilə yaza bilərsiniz. Gələk 32-yə. Bayaq nə dedik? OX-dan söhbət gedirsə, Y-ə 0-dir. OY-dən söhbət gedirsə, X-a 0-dir. Baxın, burada yazmışam. Düzdür? OX-dan söhbət gedirsə, Y-ə 0 deyirik. OY-dən söhbət gedirsə, X-a 0 deyirik. Vəssalam. Birincidə deyir, funksiyaların OY kəsişməsini tapın. Y deməli, Y bərabərdir 8. X-a nə dedik? 0 dedik. Vəssalam, bizim nöqtəmiz 0, 8 nöqtəsi olacaq. Eyni ilə bunlara da tətbiq edə bilərik. Buradakı nöqtəmiz 0, 0 oldu. Bu X-i bildirir, bu Y-i bildirir. Baxın, X-i tapmışam 3. Y-ə də zaten 0 demişəm. Sonra, baxın burada. X-i tapmışam mənfi 3-də 4, Y-ə 0 demişəm zaten. Burada da hər biri X-da 0 olacaq, Y-in qiyməti. Birincinin cavabı. İkincidə Y bərabər mənfi 7x plus 14. Deməli, X-a 0 verməliyik. Əla, 0-ı tapdım. İndi Y-i tapaq. Y bərabərdir mənfi 7 vur 0 plus 14. Y bərabərdir 0 plus 14, 14. Deməli, 14. 0, 14. Üçüncüdə Y bərabərdir mənfi 2,5 x plus 8. X-a 0 verdim. 0-ı tapaq. Y-i tapaq. Y bərabərdir. Bu 0-a çevrilir. Mənfi 2,5-i 0-a vuram. 0, 8. Yəni, bu qayda ilə uşaqlar həll edə bilərsiniz. Gələk 33-ə. 33 də sadədir. Çətin bir şey yoxdur. Demək, fx bərabərdir 4x plus 1,5
Olarsa f-2, f0 bu qiymətlər. Yəni bizdən baxın birincidə f-2-ni soruşur. Yəni artıq f-2 nəyə bərabər olacaq? X-in yerinə -2 gəlib görürsünüz. Deməli x-də harda x görürəm, yerinə -2 yazıram. 4 vur -2 plus 1/5. Yəni buradan f-2 nəyə bərabər olacaq? -8 çıx. Deməli -8 plus 1/5. Bu da eləyir -6/5. Tutalım ki, sonra bizdən misal soruşur. F0'ı soruşur, lap yaxşı. F0'ı soruşur. Hansı funksiyada fx bərabərdir 4x plus 1/5 funksiyasında bizdən f0'ı soruşur. Yazalım. F0 bərabər. Görürsünüz, x-in yerinə avtomatiklə 0 gəldi. 4 vur 0 plus 1/5. Sən demə f0 neçə imiş? 1/5 imiş. Uşaqlar, digərlərini də bu qaydada həll edə bilərsiniz.